boyunda Parkinson xəstələrində çox möhkəm ağrılar olur. Bəli, Eee, Əzələrin rigidliyi o qədər güclü olur ki, xəstə hətta boynunu tərpədə bilmir, nə sağa, nə sola. bəli, Əzəllər hədsiz dərəcədə rigid olurlar. bəli, Bu da boyundan gedən beyin qan dövranının damarlarını sıxdığı üçün, başda sıxılma, sonra başda səs-küy, qulaqda səs, əsəbilik, yuxusuzluq, baş ağrıları və sair kimi əlamətlərlə davam edir. Ona görə də, bəzi xəstələrdə, hələ bilinmir nə xəstəlikdir. Ən çox da Parkinson xəstələrində boyun ağrıları çox olur, amma uzun müddət fizioterapiya, digər müalicələrə gedirlər. Sonunda məlum olur ki, burada bu ağrılar, demək Parkinsonla bağlı olan ağrılardır. Boyun osteoxondrozu, boyunda yırtıqla əlaqədar olaraq xəstələrdə də həmin boyun ağrıları, boyunda hərəkət məhdudluğu, əzələlərinin spazmı, baş ağrısı, hətta boyun elə yerdədir ki, təzyiqin də qalxması olur. Çünki sıxıldığı üçün, damar getmədiyi üçün, qan axını zəif olduğu üçün beyinə. Bəzi insanlarda təzyiqin də qalxması olur. nə zaman bilək ki, boyundakı ağrı boyunda olan yırtıqdır? Parkinson deyil və yaxud hər hansı bir osteoxondroz və digər xəstəlik deyil. Təkcə boyun ağrısı deyil, Parkinsonda əsas hərəkətin yavaşlamasıdır, əzələlərin gərginliyidir və amplitudun azalmasıdır, hərəkət amplitudunun azalmasıdır. Və tədricən insanın görkəmində fərq olur. Boyun baş aşağı əyilir, qamət pozğunluğu yaranır, dizlər bükülür yeriyəndə, dirsəklər bükülür yeriyəndə. Bəli, Və əllərdə, çox vaxt da əsmə olur. Bu da sakitlik əsməsidir. bəli, Amma adi, boyun ağrısı, osteoxondroz, boyunda yırtıq olanda isə bəli, boyunda ağrı ilə yanaşı ağrıların axşamlar artması, eyni zamanda, hər iki qolda və yaxud da bir qolda sinir kökçüyünün sıxılmasından asılı olaraq ya sağda, ya solda və yaxud da hər ikisində xəstələrin qollarında keyləşmə olur. bəli, Əl barmaqlarında uyuşma olur. Bu uyuşmalar və ağrılar da axşam saatlarında, artmış olur. bəli, Və xəstəni yoxlayanda xəstədə həqiqətən də boyunda gərginlik, ağrı, əl barmaqlarında keylik, bəzi insanlarda boyun çiyin sindromu olur. bəli, Xəstə qollarını yuxarı qaldıra bilmir. bəli, Və adi rentgende edəndə boyun fəqərlərində biz osteoxondroz, osteofitləri görürük, degenerativ dəyişikliyi görürük. Amma yırtığa şübhə varsa, o zaman olur ki, əl barmaqlarında keyləşmə olur, əl barmaqlarında gücsüzlük olur, əlində bir şey çox saxlaya bilmir. Bu zaman MRT məsləhət olunur. MRT-də artıq onurğa beynində gedən həmin o problemlər aşkara çıxır, yırtığın həcmi və yaxud da protruziyadırsa, qabarmadırsa o gözlənilir.